Üzünüzə səpki çıxırsa, nə etsəniz də keçmirsə, bu videoya mütləq sona qədər baxın. Əziz dostlar, videonu bəyənərək izləməyi sizdən xahiş edirəm. Krem vurursunuz, spirtlə silirsiniz, sabunu dəyişirsiniz, maska eləyirsiniz, amma yenə də xeyri olmur. Problemi çox vaxt dəridə yox, bağırsaqda axtarmaq lazımdır. Xüsusilə eyni qidalardan sonra səpki artırsa, qaşınma olursa, burada bağırsaq reaksiyası mütləq düşünülməlidir. Bəzi insanlarda şokolad, çipsi, kalpasa, sosisika, ketçap, mayonez, hazır soslar və paketli qidalardan sonra həm qarında narahatlıq, həm də dəridə səpki və qaşınma arta bilir. Yəni üzə krem çəkirsən, amma problem bağırsaqdadırsa, nəticə müvəqqəti olur və yaxud da ümumiyyətlə nəticə olmur. Ona görə də belə hallarda birinci hansı qidadan sonra səpkinin artdığını izləmək lazımdır. Çox yağlı, ağır, paketli və keyfiyyətsiz qidaları azaltmaq lazımdır. Suyu artırın, qidalanmanı sadələşdirin və bağırsağın verdiyi siqnallara fikir verin. Əgər bağırsaqda köp, sancı, ishal, gürültü və ya qida allergiyasından sonra narahatlıq varsa, bu məqamda Lactofiltrum köməyə gələ bilər. Lactofiltrum dərman deyil, bioloji fəallığa malik qida əlavəsidir. Tərkibində ağac oduncağından alınmış lignin, laktuloza və fruktoligosaxaridlər var. Bağırsaqda həzm olunmamış qida qalıqlarının, toksinlərin, allergenlərin və zərərli maddələrin xaric olunmasına, normal mikrofloranın bərpasına dəstək olur. Qida və digər qida əlavələrindən 1-1,5 saat əvvəl və ya sonra qəbul olunmalıdır. 14 yaşından yuxarılar gündə 3 dəfə, hər dəfə 2 tablet qəbul edə bilərlər. Əksər apteklərdə var, reseptsiz verilir. İzlədiyiniz üçün təşəkkürlər.